xəritəsindən tarixə lazım olan vacib məqamların izahını verirəm. Deməli, əvvəlcə coğrafi bir məlumat kimi materiklər, qitələr görürük burada. Amerika, Avrasiya materiki buradadır. Avrasiya, burada iki qitə var. Asiya və Avropa və buradan diqqət edirik. Afrika materiki, burada isə Avstraliya. Demək, Amerikadan başlayaq. Amerikada yadda saxlayaq ki, mərkəzdə olan ABŞ-dir. Yəni, Şimali Amerikada mərkəzdə olan ABŞ-dir. Bilirik ki, bu şimal və cənub olmaq iki yerə bölünür. Şimali Amerikada mərkəzdə 3 ABŞ. 3-ün üstü 2 Kanada və onun altı isə Meksikadır. 1 Alyaskadır. Hansı ki 1867-də ABŞ aldı. Deməli, 1 Alyaskadır. Bu necə yadda saxlayaq? Çünki Rusiya ilə sərhəddədir. Sonra baxırıq. Demək, buradan Cənubi Amerikadan məhz bu ərazi Braziliya idi. Hansı ki PB. Bir dənə Braziliya idi ki, Portuqaliyanın müstəmləkəsi idi Cənubi Amerikadan. Qalan Cənubi Amerika İspaniyanın müstəmləkəsi idi. Böyük coğrafi kəşflərdən sonra. Burada A adama oxşar. A Argentinadır. Argentina demək buradır. Və baxırıq, keçək əsas məqamlara Asiya ölkəsindən. Asiyadan ən əsas lazım olanlar buradan uzaq şərqdə Yaponiya. Yaponiya bir növ əjdahiyə oxşuyur. Yaponiya ilə Rusiya sərhəddə görürük ki, Rusiyanın ərazisi böyükdür. Buranın ərazisini tanıyırıq. Və Rusiya ilə Yaponiyanın arasında Koreya. Hansı ki, deyildi ki, 1945-ci illərdə Rus-Yapon müharibəsi olmuşdu. 1905 Portsmouth sülhündə şərtlərini əzbər bilməliyik. Və buradan baxırıq nəyə? Çin. Çindən aşağıda, yəni Cənubi Asiyada Hindistan. Hindistan dediksə, stan. Bu cürə ardıcılıqla gedə bilərik. Yəni, Hindistanın üstü Pakistan, Pakistanın üstü Əfqanistan, Əfqanistanın üstü Türkmənistan, Özbəkistan və Qazaxıstan. Demək, burada fikir veririk Xəzər ətrafı olan ölkələrdən. Qazaxıstan ən böyüdür Rusiya ilə sərhəd. Qazaxıstanın yanı Qırğızıstan. Məhz Qırğızıstanı yadda saxlayaq, çünki Bişkek protokolu burada keçirilibdir. Buradan da xüsusi diqqət edək nəyə? Əfqanistana. Deməli, bura oldu Misir. Misir Afrikanın şimal-şərqində, Qırmızı dənizin yanında yerləşir. Misirin yanı Ərəbistan. Ərəbistan Asiyadadır. Afrikadan getdiksə M ilə başlayırıq, yəni Mərakeş. M ilə bitirik Misir şimalda. Mətlum, yəni Ə olan Əlcəzairdir. Böyük torpaqları var Əlcəzair. Əlcəzairin böyük Tunis. Buranı niyə yadda saxlayaq? Çünki Tunis həm Ərəb baxarından bağlı yadda saxlamalıyıq, həm də ki, qədimdə bura bilirik ki, Roma ilə Karfagen müharibəsi deyirik, yəni Karfagen ərazisidir. O baxımdan mütləq yadda saxlayaq. Və Tunisin yanı, bu ərazi Liviya. Baxın, Tunislə Liviyanı necə yadda saxlaya bilərik? İtaliyanla münaqişə olub, yəni Roma ilə münaqişə Siciliya uğrunda Karfagendən, deməli Karfagen Siciliya ilə İtaliyanın arasındadır. Yəni Siciliya ortadadır. Siciliyanın bir tərəfində Karfagen, bir tərəfində Roma. Belə yadda saxlaya bilərik. Bunun böyründə isə Liviyadır. Hansı ki, Ömər Muxtarın başçı çıxışları, İtaliya burada da qətliamlar törədibdir. Deməli, üç ərazisi Liviyadır. Yəni, İtaliyanın bu Sapaşkinliyin ayağının gəlib də çatdığı yerlər, yaxınlaşdığı yerlər. Belə yadda saxlayaq ki, Liviya bu ərazidir. Liviyanın yanı isə Misirdir. Baxaq nəyə? Afrikada bizə lazım olan birisi haradır? Efiopiya. Efiopiya 30-cu illərdə dedik ki, Mussolini yürüş eləmişdi. Ona görə Efiopiyanı mütləq ki, yadda saxlayaq. Bir də CAR, Cənubi Afrika Respublikası. Burada yaxşı düşməyibdir. Bu 10 göstərilən ərazi. Burada CAR'dır. İngilis-Bur müharibəsi nəticəsində
dedik ki, Cənubi Afrikanın işğalını başa çatdırdı ingilislər 1902-də, 1910-da isə burada CAR, Cənubi Afrika Respublikası yaradıldı. Bir də gələk ərəb ölkələrindən, elə bu Asiyanın şərqin, yəni belə deyək də, Aralıq dənizinin şərqində olan ölkələrdən baxaq. Diqqət edək, burada Aralıq dənizi, Qaradəniz dənizlərlə yola çıxaq, həmişə Xəzər dənizi. Xəzərin ətrafı bilindik ki, Azərbaycan, Azərbaycanın üstü Rusiya, qərbi Gürcüstan, yəni şimal-qərbi, qərbdə Ermənistan, burası Türkiyə ərazisidir. Bizdən aşağıda olan İrandır, bunu bilirik. Bu hissəyə diqqət edək. Baxın, Aralıq dənizinin aşağıda Afrikanın şimal-şərqi Misirdir. Burası Sinay yarımadasıdır. Sinayın yanı Ərəbistan, Aralıq dənizinin şərqində, baxın, 3 olan ərazi Suriyadır, hansı ki, Het padşahlığı ilə bölünmüşdü Misir arasında. Demək, Suriya, Türkiyə, Anadolu ilə Misir ortasında yerləşir. Burası Suriyadır. Suriyadan yanında bura qədimdə Finikiya ərazisi, müasir dövrdə isə Livan torpaqları gedir. Liviya, yəni Livanı səhv salmayaq. Bura isə Fələstin, İsrail gedir. Bu ərazi, məhz Qüds burada yerləşir. Bir də bura baxırıq, bura isə İordaniyadır. Deməli, İordaniya, İsrail, Fələstin, Livan, Suriya, İranın böyrü İraqdır. Demək, 2 İraq ərazisidir. 2 İraq, İran-İraq müharibəsini yadımıza salaq. Bir də bu İraqın düz cənubunda balaca yer Küveytdir. Hansı ki, Hörmüz boğazı buradır, burası isə Küveytdir. Bunu da yadda saxlayaq. Asiyadan lazım olan bir ərazini də qeyd edeyim, Avstraliya. Hansı ki, Mərzan adalarında döyüşdə onun təhlükəsizliyi, yəni işğalının qarşısı alınmışdı. Buradan baxaq. Vyetnam, Laos, Kampuçya buradadır. Vyetnam müharibəsindən bağlı bu bizə düşə bilər. Diqqət edirik, Çindən aşağıdadır. Və kiçik bir xatırlatma edirəm, miqdə istifadə olunmuş hissələr Afrikanın şimal hissələri, miqdə istifadə olunmuş hissələr Avropa, ki, Avropanın ayrıca izahı var, Balkanlar, ki, Balkanların ayrıca izahını vermişəm.